Hər vaxtınız xeyir olsun. Sizlər üçün 2025-ci ildə MEQ və sertifikasiya imtahanına düşən suallardan da istifadə edərək belə bir imtahan tipli situativ sınaq hazırlamışam. İndi izahını verəcəm. Diqqətlə qulaq asın. İzaha keçməmişdən qabaq qısa bir məlumat vermək istəyirəm. Bizim may sürət qruplarımıza qeydiyyat davam eləyir. Hansı ki, canlı dərslərimizdə dərs izahları, hamıya fərdi yanaşma, sual-cavab və test izahları da verilir. Dərsdən dərhal sonra dərsin video izahı göndərilir. Hər mövzunun qısa, açar sözlü konspektləri göndərilir və əlavə olaraq da mövzu sınaqları göndərilir. 5 maydan etibarən də sınaq qrupumuz açılacaq ki, həmin sınaq qrupumuzda hər gün imtahana kimi hər gün belə imtahan tipli situativ sınaqlar göndəriləcək və həmçinin onların izahı da göndəriləcək. Kim yararlanmaq istəsə bildirər. Əvvəl ödənişsiz dərslərə əlavə eləyərəm. Daha sonra kim davam eləmək istəsə ödənişli qrupa da əlavə oluna bilərsiniz, qoşula bilərsiniz. Gec olmadan müraciət eləyə bilərsiniz. Hələ də qeydiyyat davam eləyir. Yenə deyirəm, dərslər canlı formada keçirilir. Əvvəl dərsin izahını verirəm, qısa, sadə dildə izah verirəm. Hər mövzunun izahını verəndən sonra keçirəm sual-cavaba və həmçinin test oxutdurmağa. Hamıya fərdi yanaşma olunur. Hər mövzunun da qısa, açar sözlü konspektləri təqdim olunur hər bir müəllimə. Yaxşı, gəlin indi keçək izaha. Birə baxaq. Birdə deyir, bir şagird dərsdə aktiv iştirak etsə də, digər şagirdlərin sözünü tez-tez kəsir və öz fikirlərini daha üstün tutur. Bir şagird digər şagirdin sözünü kəsirsə, öz fikrini daha üstün tutursa, bax, dinləmə bacarığı yoxdur. Deməli, bu uşağın ünsiyyət bacarığı yoxdur. Bu sinifdə narazılıq yaradır. Müəllim hansı yanaşma ilə həm şagirdin fəallığını qoruyar, həm də sinifdə əməkdaşlıq mühitini dəstəkləyər. Yenə də burada biz müəllimin səmərəli problem həll etmə bacarığına uyğun daha belə deyim də effektiv variantı seçməliyik. A-da deyir, şagirdə daha az danışmaq üçün konkret vaxt limiti təyin etmək, bu tamamilə yanlışdır. Uşağı həvəsdən sala bilər. Vaxt limiti təyin etmək yanlışdır. Şagirdlərə düşünmə vaxtı vermək lazımdır. B-də deyir, digər şagirdləri müzakirə etməyə təşviq edərək balans yaratmaq. Bax, belə bir şey deyim də sizə. Həmişə deyirəm, problemin əvvəl nə olduğunu tapın. Situasiyamızda problemin nə olduğunu tapın. Ondan sonra o problemi həll etməyə çalışın. Bizim problemimiz uşaqların müzakirəyə cəlb olunmaması deyil. Uşaqlar müzakirədə iştirak eləyirlər. Fikirlərini bildirirlər, amma bir şagird mane olur. Onların sözünü kəsir və öz fikrini daha üstün tutur. Digər şagirdlər müzakirədə iştirak eləyir. Burada bir problem yoxdur. Amma həmin o bir şagird onların sözünü kəsir. Burada bizim problemimiz odur. Həmin o bir şagirddir. Digər şagirdlərin müzakirədə iştirak etməməsi deyil. Müzakirədə iştirakla bağlı bir problemimiz yoxdur. Ona görə B çıxır. C-də deyir, şagirdin bu davranışını açıq şəkildə sinifdə müzakirə etmək. Xeyr, onun o davranışını, mənfi davranışını mən açıq-aşkar şəkildə sinifdə müzakirə eləsəm, o uşaq üçün bir faydası olmayacaq. O uşaq dayıca da belə deyim də, o lori dildə desə işləşə bilər. Yəni, mənfi də təsir eləyə bilər ona. Çünki bullyingdə inciyə də bilər. Hamının içərisində onun adını çəkib, onun bir səhvini vurğulamışam deyə inciyə də bilər. Tədris bullyingi də baş verə bilər. Yəni, bu kimi halların baş verməməsi üçün açıq şəkildə yox, fərdi şəkildə uşaqla danışsam, fərdi dəstək göstərsəm, təbii ki, bu daha doğru yanaşma olar. Həmişə fərdiyə qaçın, fərdi danışmağa qaçın. Müzakirəyə qaçmayın. D-də məsələn deyir, fərdi qaydada danışıb, davranışın vacibliyini vurğulamaq. Bax, bu ola bilər. Əgər problem varsa, uşağın mənfi bir davranışı varsa, o mənfi davranışı şagirdlə təkbətək fərdi şəkildə danışıb, ona dəstək göstərsəm, kömək eləsəm, davranışın vacibliyini vurğulasam, təbii ki, daha effektiv olar nəticəmiz. Ona görə cavab burada D variantıdır. Y-də deyir, onun fəaliyyətini alqışlayaraq sinfin digərlərinə nümunə göstərmək. Xeyr, bu da tamamilə yanlışdır. Səhv bir şey eləyibsə, mən necə onun o səhv davranışını alqışlayım, digərlərinə nümunə göstərəm? Axı, bu səhv bir örnəkdir, səhv bir nümunədir. Ona görə Y-də səhvdir. Cavab burada olacaq D variantı. 2-yə baxaq. Müəllim dərslərində formativ qiymətləndirmə zamanı konstruktiv əks əlaqə verir. Lakin bir neçə şagird yalnız yekun summativ qiymətə fokuslandığı üçün dərs zamanı verilən tapşırıqlara laqeyd yanaşır. Deməli, burada bizim problemimiz nədir? Müəllim formativ zamanı düzgün öz effektiv əks əlaqəsini verir. Effektiv rəy verir. Burada müəllimlə bağlı bir problem yoxdur. Burada problem şagirdlə bağlıdır. Şagird yalnız yekun summativ qiyməti nəzərə alır. Summativə yönəlib, formativə məhəl qoymur, əhəmiyyət vermir. Deyir, onlar hesab edirlər ki, yalnız qiymət yazılan fəaliyyətlər əhəmiyyətlidir. Yəni, formativi əhəmiyyətsiz sayır.
Deyir, bu vəziyyətdə müəllimin atacağı hansı addım formativ qiymətləndirmənin əhəmiyyətini şagirdlərə daha effektiv çatdıra bilər. Bax, deməli bizim situasiyamızın problemi uşaqların formativ qiymətləndirməyə məhəl qoymamasıdır. A-da deyir, formativdə istifadə olunan tapşırıqlar summativ qiymətləndirməyə daxil etməklə şagirdlərdə formativ qiymətləndirməyə maraq oyatmaq. Bax, formativdə istifadə etdiyim mən tapşırığı summativə əlavə eləsəm, yenə də burada mən nəyə yönəldim summativə? Uşaqlar yenə də burada formativin vacibliyini anlamırlar, summativin vacibliyini anlayırlar. Yəni mən formativi summativə əlavə eləməklə formativ qiymətləndirməyə maraq oyada bilmərəm. Ona görə A səhvdir. B-də deyir, formativ tapşırıqları yalnız dərsdə aktiv iştirak edən şagirdlər üçün keçərli etmək və digərlərini qiymətləndirmədən kənar saxlamaq. Bu tamamilə yanlışdır. Burada ayrı seçkilik var, bərabər imkanlar pozulub. Ona görə B səhvdir. C-də deyir, tapşırıqlardan imtina edən şagirdlərə əlavə cəza tətbiqləri tətbiq etmək. Xeyr. Cəzalandırmaqla da uşaq o davranışın mahiyyətini başa düşmür. Ona görə C-də səhvdir. Dəstəkləyici mühit pozulub cəza verməkdə. D-də deyir, şagirdlərlə qiymətləndirmənin məqsədləri haqqında açıq söhbət apararaq formativ fəaliyyətlərin onların inkişafına necə təsir etdiyini izah etmək. Bax, bu tamamilə doğrudur. Situasiyamızı həll eləyən bir belə deyim də həll yoludur. Niyə? Çünki burada uşağa formativin mahiyyətini başa salırıq. Onun inkişafına necə təsir etdiyini başa salırıq və nəticədə uşaq onun mahiyyətini, əhəmiyyətini anlayacaq. Mənə də nə lazımdır? Formativin əhəmiyyətini anlasın. Ona görə cavab D variantıdır. Y-də deyir, şagirdlərə əvvəlki summativ nəticələrini xatırladaraq gələcək qiymətlər üçün məsuliyyət hissini artırmaq. Burada da uşağı mən yönləndirirəm summativə. Burada da formativin əhəmiyyətini izah eləmirəm. Ona görə Y variantı da yanlışdır. Cavab D variantı. 3-ə baxaq. Bir şagird məktəb əşyalarını hər gün məktəb əşyalarını evdə unudur və bu onun dərsdəki səmərəli fəaliyyətinə mane olur. Bu problemi həll etmək üçün müəllim hansı addım atsa daha səmərəli olar? Deməli, burada bizim problemimiz nədir? Şagird unutqandır, məktəb əşyalarını hər gün evdə unudur. Müəllim nə etsə bu problemi aradan qaldıra bilər. Gəlin baxaq. A-da deyir, valideynə bununla bağlı narazılığını bildirməli. Xeyr, valideynə narazılıq bildirmək, şikayət etmək, xəbərdarlıq etmək. Bax, bu cümlələr yanlışdır. Sinfin idarə olunması, müəllim, şagird, müəllim, valideyn münasibətlərində keçmişik sizdən. Narazılıq bildirmək, xəbərdarlıq etmək, şikayət eləmək yanlışdır. Valideyni məktəbdən uzaqlaşdırır bax bu sözlər, bu cümlələr. Ona görə A variantı səhvdir. A-nı çıxıram. B-də deyir, həmin şagirdi məktəb psixoloquna yönəltməlidir. Xeyr, bax, həmişə deyirəm, problem varsa müəllim əvvəl onu özü həll etməyə çalışmalıdır. Birbaşa valideynə göndərmək, birbaşa psixoloq yanına göndərmək, müəllim sanki öz öhdəsindən atır da, məsuliyyəti öz üstündən atır. Problemi özü həll eləmir. Problem həll etmə bacarığı zəifdir. Müəllim özü əvvəl problemi həll etməlidir. Ona görə psixoloqa yönəltmək mənim həll yolum deyil. C-də deyir, bununla bağlı məktəb rəhbərinə məlumat verir. Burada da bax, məktəb rəhbərinin yanına qaçır. Özü həll etməlidir, özü həll eləyə bilməsə psixoloqla əməkdaşlıq eləyə bilər. Psixoloq da həll eləyə bilməsə rəhbərliyə məlumat verə bilər, valideynlə əməkdaşlıq eləyə bilər. Əvvəl özü eləməlidir. D-də deyir, şagirdlə bərabər dərs cədvəlinə uyğun olaraq hər gün məktəbə gətiriləcək əşyaların siyahısını hazırlamalı. Şagird nizama düşənə qədər hər gün onun çantasını yoxlamalıdır. Bəli, bax, bu mənim problemimi həll eləyə bilər. Şagirdlə bərabər dərs cədvəlinə uyğun bir siyahı hazırlayırlar. O siyahının içərisində uşağın məktəbə gətirməli olduğu əşyalar yazılıb. Şagird də hər dəfə o siyahıdan istifadə eləyir və məktəbə əşyaları gətirir. Artıq davamlı olaraq bu proses baş verdikcə uşaq öyrəşəcək. Həmin o prosesi yerinə yetirməyə öyrəşəcək. Tam başa düşürsünüz necə? Yəni möhkəmləndirir də müəllim. O prosesi icra eləmək üçün möhkəmləndirir. Bir dəfə eləyəcək, 2 dəfə eləyəcək, 3 dəfə, 5 dəfə, bir neçə dəfədən sonra uşaq öyrəşəcək hər gün əşyaları məktəbə gətirməyə. Müəllim də yoxlayır deyə özündə məsuliyyət hiss eləyəcək. Ona görə D variantı situasiyamın problemini həll eləyir. Y-də deyir, şagirdlərlə sinif icrası keçirməli və bu məsələni onlarla müzakirə etməli. Birlikdə nəticəyə gələrək həmin üçün tövsiyə verməlidir. Xeyr, bu tamamilə yanlışdır. Burada problem bir şagirddədir və burada konflikt, davadalaş baş verməyib, mən gedim qaçım sinif icrasına. Yox. Burada uşağın belə bir xırda bir problemi var. Müəllim də onu özü şagirdlə bərabər çözə bilər, həll eləyə bilər. Digər şagirdlərə ehtiyac yoxdur, sinif icrasına ehtiyac yoxdur, valideyn icrası desə vəbşə ehtiyac yoxdur. Ona görə Y variantı yanlışdır. Cavab D variantı. 4-ə baxaq. Biri effektiv rəydir. Biz demişdik ki, konstruktiv rəy, effektiv rəy necə olmalıdır? Demişdik ki, əgər şagirdin səhvi varsa, müəllim uşağın düzünü də deməlidir, səhvini də deməlidir, səhvini düzəltmək üçün istiqamət də verməlidir. Uşağa, ay sən zəkalısan, sinfin 100 ballığı sənsən, ən ağıllısı sənsən, ən yaxşısı sənsən demək olmaz. Uşağın şəxsi keyfiyyətlərini vurğulamaq olmaz. Şagirdin nəyini vurğulamaq lazımdır? Fəaliyyətini, idraki fəaliyyətini vurğulamaq lazımdır ki, şagirddə inkişaf getsin. Özündə arxayınçılıq yaranmasın.
digər uşaqlarla bu uşaq arasında rəqabət yaranmasın. Bax, bu məqamlara diqqət yetirin. Həmçinin əlavə olaraq bir nüans vurğulayım ki, həmişə uşaqda səhv çıxmaya da bilər. Yəni səhvsiz yazan bir şagird də ola bilər. Məsələn, sizlərdən biriniz səhvsiz bir test yazmısınızsa, mən sizə konstruktiv rəy verə bilərəm. Müəllim səhvi olan uşağa həmişə konstruktiv rəy vermir ki, səhvi olmayana da konstruktiv rəy verə bilər. Amma düzgün vurğulamaqla, düzgün belə deyim də o müsbət xüsusiyyətləri vurğulamaqla, yenə də şəxsi keyfiyyəti vurğulamaq olmaz. İndi gəlin bir baxaq. A-da deyir, sənin xüsusi plan əsasında imtahana hazırlaşmağın arzu olunan fəaliyyətdir. Bax, burada uşağın metakognitiv bacarığından söhbət gedir. Sən xüsusi plan əsasında imtahana hazırlaşmısan. Bu çox yaxşı bir xüsusiyyətdir. Uşağın metakognitiv bacarığına bir rəy verdim. İndi ardını oxuyaq. Həmçinin bu prosesinin çətinliyini nəzərə alaraq emosiyalarını idarə etməyini, metakognitiv bacarıqlarını, düşüncə tərzini çevik şəkildə təkmilləşdirməyini təqdir edirəm. Baxın, burada da uşağın fəaliyyətini qiymətləndirirəm, fəaliyyətinə rəy verirəm. Deyirəm ki, proses çətin olsa da emosiyalarını idarə edə bilirsən. Bax, burada hansı bacarığıdır? SEO bacarığıdır. Xüsusi plan hazırlayırsa hansı bacarıqdır? Metakognitiv bacarıqdır. Yəni burada uşağın mən hansı bacarığını, idraki bacarıqlarını qiymətləndirirəm. Şəxsi keyfiyyətini vurğulamıram. Demirəm ən yaxşısı sənsən, ən ağıllısı sənsən. Yox. Öz belə deyim də idraki fəaliyyətini, bacarığını qiymətləndirirəm, rəy verirəmsə, bu doğrudur. Ona görə A düzdür, A-da səhv bir şey yoxdur, effektiv rəydir. B-də deyir, müzakirə zamanı səbirlə fikirləri dinləməyin, fikrin mübadiləsi zamanı fəal dinləmə mövqeyini yüksək şəkildə nümayiş etdirməyi səni başqalarına, bax, bura qədər yaxşı gəlmişdi. Fəal dinləmədir, səbirlə fikir dinləmədir. Bax, bunlar ünsiyyət bacarığının yaxşı olmasına irəli gəlir. Burada da yaxşıdır. Bura qədər yaxşı vurğulamışdı. Amma digər ki, axırda korladı. Niyə? Çünki burada müqayisə var. Bir uşağı başqa şagirdlə müqayisə etmək olmaz. Çünki şagirdlər arasında rəqabət yarada bilər. Bullyingə qədər gətirib çıxarda bilər. Uşaqlar arasında mənfi münasibət yarada bilər. Şagirddə arxayınçılıq yarana bilər. Ona görə müqayisə aparmaq olmaz. Əgər müqayisə aparmaq istəyirsinizsə, şagirdin öz fəaliyyətini, dünənki fəaliyyəti ilə bugünkü fəaliyyəti haqqında müqayisə apara bilərsiniz. Yəni, dünəni ilə bugünü arasında müqayisə apara bilərsiniz. Yoxsa bir şagirdi başqa şagirdlə müqayisə etmək, fərqləndirmək yanlışdır. Rəqabətə gətirib çıxardır. Ona görə B səhvdir. C-də deyir, tarix dərsində hər zaman fəal olmağının səbəbi daha bacarıqlı və məlumatlı olmağın, özünə ifadə və kommunikasiya bacarıqlarının yüksək olmasıdır. Bax, özünə ifadə kommunikasiya bacarıqları yaxşıdır, idraki fəaliyyətdir. Amma deyir, daha bacarıqlı, ən bacarıqlı sənsən, daha bacarıqlı sənsən. Bax, burada şəxsi keyfiyyəti vurğuladığına görə C variantı yanlışdır. Hər zaman fəal sənsən, daha bacarıqlı sənsən. Burada artıq uşaqda arxayınçılıq yaranır. Ona görə C konstruktiv rəy deyil. D-də deyir, sənin güclü iradən, davamlı şəkildə məlumatları araşdırmağın, zəkalı və sistemli düşünmə qabiliyyətinin olduğu üçün nəticələrin daima arzu olunan olacaq. Bax, burada yenə də uşaqda fikir verirsinizsə, arxayınçılıq yaradır. Deyir, sənin güclü iradən, davamlı şəkildə məlumatları araşdırmağın, zəkalı olmağın, şəxsi keyfiyyətini vurğulayır. Sən ən zəkalısı sənsən, nəticələrin həmişə arzu olunan olacaq. Arxayınçılıq yaranıb. Ona görə də D variantı yanlışdır, konstruktiv rəy deyil. Sən olduqca bacarıqlı və məlumatlı olduğun üçün qrup daxilindəki fəaliyyətində digərlərindən daha çox seçildin. Yenə də burada nə var? Müqayisə var, ayrı-seçkilik var. Ona görə də uşaqda yenə də arxayınçılıq yarandığına görə, şəxsi keyfiyyətlərin vurğuladığına görə Y variantı da səhvdir. Cavab olacaq burada A variantı. Konkret uşağın idraki fəaliyyətini, bacarığını A variantında müəllim vurğulayıb. Uşaqda heç bir arxayınçılıq yaranmayıb, başqası ilə müqayisə eləməyib. Ona görə doğru cavab A-dır. 5-ə baxaq. Taksonomiya ilə bağlı belə bir sualımız var. Asif dərsliyi oxuyarkən və müəllimi dinləyərkən vacib xüsusi məqamları müəyyənləşdirdikdən sonra o məqamların unudulmaması üçün onların abreviatura formasında yazıb dəftərçəsində saxlamağın səmərəli olduğunu düşünür və bu fəaliyyəti davamlı həyata keçirir. Bu fəaliyyətə əsasən idraki və emosional taksonomiyanın mərhələsini istəyir bizdən. Deməli, biz demişdik ki, şagird hər hansı bir xüsusiyyətləri qeyd eləyəndə yox, bax, vacib, mühüm, ən əsası, ən yaxşısını, ən uyğununu seçirsə, onda bu hansı mərhələ olacaq? Təhlil olacaq, təhlil. Yenə deyirəm, bax, uşaq, məsələn, deyirəm ki, isimlə sifəti fərqləndir və vacib xüsusiyyətləri qeyd elə. Mühüm məqamları müəyyənləşdir. Burada nəyi vurğulayıram? Bax, xüsusiyyətlər çoxdur, düzdür? Xüsusiyyət çoxdur, xasiyyət çoxdur. Uşaq gedir onun içərisindən vacibini seçir. İsimlə sifəti fərqləndirir və vacibini seçir. İsimlə sifəti fərqləndirə qədər anlamaq mərhələsidir. Fərqləndirmək, müqayisə aparmaq, anlamaq mərhələsidir. Amma ardıca desə ki, vacib məqamları qeyd elə,
Hə, bax onda olacaq təhlil. Gedir içərisindən vacibin seçir, mühümün seçir. Ona görə burada idrac taksonomiyasının təhlil etmə mərhələsinə uyğun gəlir. A-nan C çıxdı. Yadda saxlamaqla dəyərləndirmək ola bilməz. Burada vacib xüsusi məqamları müəyyənləşdirdiyinə görə baxın altından xətt çəkdim. ASF dərsliyi oxuyanda, müəllimi dinləyəndə vacib məqamları müəyyənləşdirir. Bax məqam çoxdur. İçərisindən vacibini seçir, müəyyənləşdirirsə, bax seçir, təhlil eləyir, analiz eləyir, bir-bir incələyir, ondan sonra vacibini seçir. Ona görə təhlil etməkdir. Bəs emosionala görə nədir? Burada bizə bir açar söz verib. Açar sözlərə diqqət yetirin. Deyir bu fəaliyyəti davamlı olaraq həyata keçirir. Bax burada söhbət ASF-in metakognitiv bacarığından söhbət gedir. Uşaq burada özü üçün daha səmərəli nədirsə onu düşünə bilir. Öz öyrənməsini təmin eləyir. Öz öyrənməsini təmin edirsə burada metakognitiv bacarıq var. Metakognitiv bacarıq varsa, emosional taksonomiyanın təşkil etmə mərhələsi uyğun gələ bilərdi. Yaxşı, bəs nəyə görə təşkil etmək deyil? Çünki burada bizə bu boyda açar söz verib, davamlı. Bu fəaliyyəti davamlı olaraq həyata keçirir. Həmişə, adətən, davamlı olaraq hər hansı bir işi görürsə uşaq, deməli artıq onun xarakterinə çevrilib. Həmişə davamlı şəkildə həyata keçirirsə, yenə deyirəm, onun xarakterinə çevrilib. Ona görə olacaq burada xarakterizə etmək, təhlil etmək və xarakterizə etmək. Əgər davamlı sözü olmasaydı, təşkil etməyi götürərdim. Amma davamlı sözünə görə xarakterizə etməyi götürəcəm. Cavab D variantı. 6-ya baxaq. Şagirdlər layihə hazırlamalıdırlar. Layihənin icrası üçün sponsor tapmalıdırlar. Lakin sponsoru inandırmalıdırlar ki, bu layihə vacib bir layihədir. Layihə ilə bağlı fikirlərini qarşı tərəfə inandırmalıdırlar. Bax, burada fikir verirsinizsə, debata bənzəyir. Debatda da uşaqların məqsədi nədir? Qarşı tərəfi inandırsınlar. Öz dediklərinə inandırsınlar. Bax, burada uşaqlar yenə də inandırırlar. Öz fikirlərini kiməsə inandırmağa çalışırlar. Öz fikrini inandırırsa, qarşı tərəfi inandırmağa çalışırsa, tənqidi təfəkkürdürsə, bu nə olacaq? Təbii ki, dəyərləndirmək. İnandırır, qarşı tərəfi inandırmağa çalışır. Öz fikrini əsaslandırmağa çalışır. Onda olacaq cavab dəyərləndirmək mərhələsi. Bu da taksonomiya ilə bağlı belə bir sualdır. Mətni oxuyub qarşı tərəfə sadə şəkildə izah etmək. Mətni oxuyub qarşı tərəfə sadə şəkildə izah etmək. Mətni oxumusan, desəm ki, dur bu mətni mənə danış, o əzbərçilikdə olacaq, xatırlamaq, yadda saxlamaq. Amma bir də var deyirəm ki, mətni oxumusan, əla, indi dur mənə bunu izah elə. Artıq siz burada mənə öz sözlərinizlə sadə şəkildə izah etməyə çalışırsınızsa, bu olacaq anlamaq. Uşaq mətni anlayıbsa, izah eləyəcək, anlamayıbsa, izah eləyə bilməyəcək. Ona görə cavab A variantıdır. 8-ə baxaq. Deyir, mövzu kəsirlərlə bağlıdır. Müəllim lövhədə yazıb ki, 4 çıxılsın, 8-də 2 kəsiri yazıb. Şagirdlər bildirirlər ki, bu kəsirlər bərabər deyil. Müəllim başa düşür ki, şagirdlər dərsi də yaxşı qavramayıblar. Müəllim bu mövzunun daha yaxşı qavranılması üçün nə etməlidir? Bax, mənim problemim uşaqların dərsi yaxşı qavramamasıdır. İndi mən elə bir cavab seçməliyəm ki, uşaqlar daha yaxşı qavrasın dərsi. Məsələn, müəllim dərsi təzədən başqa bir üsulla izah eləyə bilər. Məsələn, adətən bu mövzu ilə bağlı daha çox tapşırıq verə bilər. Bax, uşaqlar dərsi qavramayıbsa, başa düşməyibsə, mən ona 50 dənə də tapşırıq versəm, 100 dənə də tapşırıq versəm, yenə də uşaq onu yaza bilməyəcək. Çünki burada problem tapşırıq deyil, burada problem uşağın dərsi qavramamasıdır. Dərsi onlara təzədən izah eləmək lazımdır başqa bir üsulla. Ona görə A səhvdir. Eyni üsulla bax izah eləmək desə, necə çaşdıra bilər? Desəydik ki, məsələn, müəllim şagirdlərə yenidən eyni üsulla dərsləri izah edə bilər. Bax, bu da yanlış olardı. Bilirsiniz niyə? Çünki bax, müəllim bir dəfə həmin üsuldan izah eləyib, həmin üsuldan istifadə eləyib. Uşaqlar dərsi başa düşməyibsə həmin üsuldan, ikinci dəfə yenə mən eyni üsulda, eyni şəkildə izah eləsəm, yenə onlar dərsi yaxşı başa düşməyəcəklər. Yenə də nəticə eyni olacaq. Ona görə başqa yolla izah axtarmalıyıq. B-də deyir, dairələrin hər ikisini vizual olaraq göstərib izah eləyə bilər. Bax, burada fərqli bir şey var. Deyir, vizual olaraq göstərib izah eləyə bilər. Artıq burada mən ikinci müxtəlif başqa bir üsuldan istifadə edirəm ki, uşaq görün başa düşəcəkmi, yoxsa düşməyəcəkmi? Bax, burada müəllim izah eləyirsə, uşaqların qavramasına kömək eləyə bilər. Ona görə B variantı doğrudur. Mənim problemi həll eləyəcək bir variantdır. C-də deyir, başa düşən şagirdlərə tapşıra bilər ki, başa düşməyənlərə izah etsinlər. Xeyr, tamamilə yanlışdır. Burada şagirdlər deyir, dərsi yaxşı qavramayıb, bəlkə elə heç biri başa düşməyib yaxşı. Başa düşən şagirdlərin başa düşməyənlərə izah etməsi də yanlışdır. Situasiyama uyğun deyil. D-də deyir, bu mövzu başa düşülməsə belə plana uyğun olaraq növbəti dərs keçməlidir. Xeyr, burada inkişaf yönümlülüyü pozulub.
Uşaqlar köhnəni bilməsə, asanı bilməsə çətinə keçə bilərlər. Köhnə mövzuda bir qaranlığı qalsa, yeni mövzunu yaxşı başa düşə bilər. Təbii ki, xeyr, mövzular bir-birindən əlaqəlidir. Ona görə D variantı səhvdir. Görməzdən gəlmək olmaz. İnkişaf yönümlülük prinsipini nəzərə almalıyıq. Müəllim şagirdlərə nəyisə başa düşməyibsə, onu təzədən izah eləməlidir. Başqa bir üsulla. Yenə deyirəm, bax, müxtəlif üsulla izah eləməlidir. Çaşdıra bilər, sabahsı gün düşə bilər ki, müəllim şagirdlərə həmin üsulla, eyni üsulla uşaqlara dərsi izah eləsin. Orada izah eləsin sözünü görən kimi qaçıb onu götürməyin. Orada görün nə var? Eyni üsul var. Eyni üsulla izah eləsə, yenə də uşaqlar eyni dərəcədə qavrayacaqlar, yaxşı qavramayacaqlar. Başqa üsulla izah lazımdır şagirdlərə ki, yaxşı başa düşsünlər. Vəssalam, bu da bu qədər. Ümid edirəm tam aydın oldu. 9-a baxaq. Müəllim şagirdlərə qrup işi tapşırır, lakin izləyir ki, bütün şagirdlər prosesdə aktiv iştirak etmirlər. Problemim var. Problemim nədir? Uşaqların hamısının aktiv iştirak etməməsi. Bəziləri passivdir. Bir şagird aktiv iştirak edir, digərləri özlərinə əziyyət vermək istəmirlər. Aktiv şagird isə onlara gülərək lağ edir. Bax, bu aktiv şagirddə də az yoxdur. Bu aktiv şagirddə də bir problem var. Ha? Passiv şagirdlər passivdirlər. Ona görə problemləri odur, passiv olduqlarına görə. Aktiv şagirddə də problem nədir? Başqalarını lağa qoyması, gülməyi. Deməli, onda nə çatışmır? SEO bacarığı çatışmır. SEO, empatiya bacarığı çatışmır, hörmət bacarığı çatışmır. İndi gəlin baxaq görək, hansı variant mənim problemi həll edə bilər? A-da deyir, vəzifələri müəllim özü bölüşdürməlidir. Lağ edən şagirdə isə fərdi yanaşaraq düzgün etmədiyini bildirməlidir. Lağ edən şagirdə fərdi yanaşaraq davranışı vurğulamaq doğrudur. Amma müəllim özü vəzifəni bölüşdürməməlidir. Niyə? Niyəsini də deyim, belə yadda saxlayın. Həmişə deyirəm, bax, vəzifə bölgüsünü şagirdlər aparmalıdır və yaxud da müəllim şagirdlərlə birgə aparmalıdır. Yəni, şagirdlərlə birgə aparmalıdır. Çünki əgər müəllim təkcə özü vəzifə bölgüsü aparsa, sanki elə bil ki, hazıra nazirdə belə bir söz var. Hazıra nazir uşaqların avucuna hazır iş qoyur. Şagird bax, sabahsı gün bunun gələcəyini də düşünmək lazımdır. Uşaq gedəcək, işə girəcək, karyerasını quracaq. İşləyəndə vəzifə bölgüsünü apara bilməyəcək. İşçilər arasında vəzifə bölgüsünü apara bilməyəcək və yaxud da öz işlərini bölüşdürə bilməyəcək. Axı həmişə müəllimi ona iş bölgüsünü özü aparıb hazır verib. Gözləyəcək ki, kimsə onun üçün bölüşdürsün, vəzifəni bölüşdürsün, versin əlinə hazır. Ona görə də uşaqlıqdan bax, bu bacarığı da uşaqlarda formalaşdırmaq, inkişaf etdirmək lazımdır. Burada da müəllim özü bölüşdürür. Özü bölüşdürürsə, uşaqda o həyati bacarıq formalaşmır. A səhvdir. Şagirdlə bir yerdə bölüşdürmək desəydi düz olardı. B-dədir, qrup üzvlərinin hər birinə vəzifə verməli və işi vaxtına təhvil vermələrini tələb etməlidir. Onsuz da iş verib də, burada problem tapşırıq və yaxud da işin verilməməsi deyil. Müəllim uşaqlara iş verib. Bəziləri aktivdir, bəziləri passivdir. Burada bu söhbət var. Həm də aktiv şagird başqalarını lağa qoyur. Onda empatiya hissi də yoxdur. Yenə də B variantı mənim problemi həll eləmir. Onsuz da vəzifələri, işləri var. Prosta problemləri o işi yerinə yetirməmələridir. Özlərinə əziyyət vermək istəməmələridir. Ona görə B səhvdir. C-dədir, həmin şagirdi mentor təyin eləyə bilər və bununla da onda sosial məsuliyyəti və empatiyasını artıra bilər. Bax, bu tamamilə doğrudur. Niyə? Çünki uşaqda məsuliyyət hissini artırıram və üstəgəl də sosial məsuliyyət, bax, məsuliyyət hissindən əlavə empatiya bacarığını da inkişaf elətdirirəm. Mənə də nə lazımdır? Həm uşaqlarda məsuliyyət artsın, özlərinə əziyyət vermək istəmirlər axı burada. Məsuliyyətləri yoxdur. Həm mənə lazımdır məsuliyyətləri artsın, həm də mənə lazımdır empatiya da inkişaf eləsin ki, aktiv şagird başqalarını lağa qoymasın. Ona görə C variantı mənim problemi həll eləyən variantdır. D-dədir, şagirdə lider qoya bilər, digər şagirdlərə göstəriş verməni istəyə bilər. Xeyr. Bax, şagirdi lider qoyub digərlərinə göstəriş verməyini istəsə, yenə də onda empatiya olmadığına görə yenə də başqasını lağa qoyacaq. Yenə də başqasını, belə deyim də, əylənmək məqsədindən güləcək də, onlara güləcək, lağa qoyacaq, xətirlərinə dəyəcək, aşağılayacaq, o tüklər demiş. Yuxarıdan aşağı baxacaq aktiv şagird. Ona görə D variantı yanlışdır. Mənə lazımdır ki, uşaqda həm məsuliyyət, həm də empatiya bacarığı formalaşsın. Bunlar varsa, deməli, mənim problemi həll eləyə bilər. Ona görə cavab C variantıdır. Ona baxaq, sinifə yeni şagird gəlir. Geyimi fərqli olduğu üçün şagirdlər onu lağa qoyurlar. Yenə də burada empatiya çatışmır. Hörmət hissi çatışmır. Problem həll etmə bacarığı güclü olan şagird bu problemi necə aradan qaldırar? Şagirdə başqa sinifə keçirməsi üçün müəllimə müraciət edə bilər. Xeyr, bu bizim problemimizi həll eləmir. Problem burada uşaqların başqasını lağa qoymasıdır, empatiya bacarığının olmamasıdır. Başqa sinifə keçirdəcəksən yeni gələn şagirdi. Yenə də öz sinifində empatiya bacarığı zəif olan uşaqlar qalmış olacaq.
empatiyaları inkişaf etməmiş sayılacaq. Mənə lazımdır ki, elə bir cavab lazımdır ki, empatiya bacarığı uşaqlarda formalaşsın. Yəni problemim kökündən çözülsün. B-dədir, xəbərdarlıq etməsi üçün problemi müəllimə deyə bilər. Xeyr, burada da yenə də öz üstündən atır da, problemi öz üstündən atır, problemi həll eləmir. Burada mənə deyir, problem həll etməsi güclü olan şagird problemi necə aradan qaldırar. Xəbərdarlıq etməsi üçün müəllimə deyirsə, problemi həll etməmiş olurdu. Ona görə B səhvdir. C-dədir, həmin şagirdlə dostluq edərək bu davranışı ilə yoldaşlarına nümunə ola bilər. Bəli, bu ola bilər. Dostluq eləyir və uşaqlara sübut kimi, bir əyani bir sübut kimi, nümunə kimi uşaqlara rol model olur. Rol model olmaq nə deməkdir? Şəxsi nümunə olmaq deməkdir. Həmin şagird başqası ilə dostluq eləyir, yenə deyirəm. Və bu davranış ilə də yoldaşlarına nümunə olur. Uşaqlar da baxırlar və başa düşürlər. O nümunəyə baxıb başa düşürlər, müşahidə edərək öyrənirlər. Rol model nəticəsində şəxsi nümunəyə baxırlar və daha yaxşı başa düşürlər. Ona görə C düz ola bilər. D-də deyir, yoldaşlarına bu davranışın yaxşı davranış olmadığını izah eləyə bilər. Eləyə bilər. Bax, bu səhv bir cümlə deyil, eləyə bilər. Amma ki, bir var ki, sadəcə izah eləmək. Bax, bir var ki, mən sizə izah edirəm. Bir də var ki, əyani olaraq nəyisə göstərirəm. Hansı daha effektiv olar, hansı daha yaxşı nəticə verər, hansında daha yaxşı başa düşərsiniz? Təbii ki, əyani olaraq nəyisə göstərəndə, təcrübə aparanda, hər hansı bir nümunəyə baxanda, belə deyim də, bir var sadəcə izah eləmək, eşitmək, bir də var ki, onu görmək. Həmin davranışı bir var eşitmək, bir də var ki, o davranışı görmək. Görmək daha effektivdir. Ona görə də rol model olmaq, şəxsi nümunə olmaq daha effektiv cavab olduğuna görə cavab C variantıdır. İzah eləmək deyil. Bax, yenə deyirəm, elə variant olar ki, imtahanda sizdə də qarşınıza çıxa bilər. Elə variant olar ki, heç səhv cümlə olmaz. Variantlarda doğru cümlə ola bilər. Amma əsas baxın ki, görün cavablar arasında hansı daha effektiv nəticə verir, hansı effektiv nəticə verirsə, uşaqları daha çox inkişaf elətdirirsə, onu götürün. Situasiyamıza həm də əlaqəli olsun. Situasiyamızdan bağlı olsun. Situasiyamızdan kənar bir variant da, düzgün cavab da götürmək olmaz. D-də izah eləyir, səhvdir. Yəni, effektiv nəticə vermir. Y-də də, bax, deyir, izah eləyə bilər. Qəribə C ilə şagirdlə düzgün münasibət qurmağın faydasını yoldaşlarına izah eləyə bilər. Burada da uşaq izah eləyirsə, yenə də istədiyim o effektiv nəticəni ala bilməyəcəm. Ona görə cavab C variantıdır. 11-də deməli taksonomiya ilə bağlı belə bir sualımız var. Elmi məqaləni oxu və sadələşdirərək yenidən yaz. Burada bax, bayaqki deyirdim ki, mətni oxu, sadələşdirib izah elə. İzah elə deyirsə anlamaqdır. Amma sadələşdirib yenidən yazmağı mən uşağa dərsdə öyrətmişəm, düzdür? Uşaq özündən yazmış ki, bax, məsələn, mətni oxuyub, onu sadələşdirib təzədən yazmağı sizə öyrətmişəm. Gələn dəfə sizə bir mətn verirəm. Deyirəm ki, bu mətni oxuyun və sadələşdirib təzədən yazın. Siz orada nə edəcəksiniz? Öyrəndiyinizi bu mən verdiyim tapşırıq üzərində tətbiq eləyirsiniz, düzdür? Bu bir tapşırıqdır. Öyrəndiyin burada şagird tətbiq eləyir. Məqaləni oxuyur və onun sadə versiyasında təzədən yazır. Təzədən bir mətn yazır. Təzədən mətn yazırsa, təzədən nə bilim plan qurursa, hekayə yazırsa, məqalə yazırsa nə olacaq bu? Tətbiq etmək. Öyrəndiyin tətbiq eləyir. Ona görə cavab B variantı. Amma desəydi ki, məqaləni oxu və danış, bu onlarda əzbərçilik, xatırlamaq. Desəm ki, məqaləni oxu və mənə izah elə, sadə dildə və yaxud da öz dilində olacaq anlamaq mərhələsi. Amma təzədən yazmaq bu olur tətbiq etmək. Sonra 12. Müəllim şagirdlərə əşyaların dili adlı esse yazmağı tapşırır. Lakin şagirdlər onlara ancaq əşya kimi yanaşır. Ancaq o əşyaların xüsusiyyətlərini qeyd eləyirlər. Onların dilindən danışmırlar. Yəni özlərini onların yerinə qoya bilmirlər. Onların gözü ilə baxa bilmirlər. Şəxsləndirmə bacarığını inkişaf etdirmək üçün müəllim nə edə bilər? Deyir, şagirdlərə bununla bağlı bir nümunə oxuya bilər ki, şagirdlər bu nümunə əsasında tapşırığı yerinə yetirsinlər. Şagirdlərə müxtəlif nöqteyi nəzərdən baxmağı öyrənmək üçün müxtəlif tapşırıqlar verə bilər. Bax, mənim situasiyama uyğun, hansı uyğun gəlirsə, hansı mənim problemi həll edirsə, onu götürməliyəm. Problemim nədir burada? Uşağın şəxsləndirmə bacarığının olmaması, yəni başqasının dilindən danışa bilməməsi, başqasının mövqeyindən çıxış edə bilməməsi. Hər hansı bir şəxs ola bilər, əşya da ola bilər, fərqi yoxdur. Burada problem uşağın başqasının gözü ilə baxa bilməməsidir. Aydındır. Deyir, onların dilindən danışa bilmir, özünü başqasının yerinə qoya bilmir. B variantdan baxın, deyir, müxtəlif nöqteyi nəzərdən baxmağı öyrənmək üçün tapşırıqlar verə bilər. Burada məqsəd nədir? Uşaq müxtəlif nöqteyi nəzərdən baxmağı öyrənsin, başqasının gözü ilə baxmağı öyrənsin. Elə mənim problemi həll eləyir də bu. Ona görə cavab B variantıdır. C-də deyir, müəllim belə tapşırığı əşyalar üzərindən verməməlidir. Xeyr, bu yanlışdır. Bu problemdən qaçmaqdır. Mənə lazımdır ki, problemi həll eləsin. Ona görə cavab B variantıdır. 13-ə baxaq.
Ümumiyyətlə mən burada qeyd eləmişəm 13-cü suala kimi 2025-ci ildə sertifikasiya imtahana düşən suallar idi. İndi bundan sonrakı suallar isə bir iki dənə də sual MİQ-dən əlavə etmişəm. Gəlin baxaq. Deyir, şagird mərkəzi təlimə aid olmayanı seç. Şagird mərkəzi təlim hansı təlimdir? İnteraktiv təlimdir. Yəni burada adından göründüyü kimi mərkəzdə şagirddir. Müəllim də şagirddə aktiv iştirak eləməlidir. İndi gəlin baxaq. Deyir, aid olmayanı seç. Birdədir, istifadə olunan üsulların etik və metodik olması vacib deyil. Əsas olan əldə olan nəticədir. Əsas olan əldə olan nəticədir, düzdür. Amma istifadə olunan üsullar da etik və metodik olmalıdır da. Etik və metodik olmasa, dərsimizə uyğun olmasa, keçdiyimiz metodik üsullardan istifadə edə bilməsəz, təbii ki, nə olar? Doğru olar yoxsa yanlış olar? Təbii ki, yanlış yanaşma olar. Ona görə bir səhvdir. Etik və metodik olmalıdır. Vacib deyil dediyinə görə bir səhvdir. 2-də deyir, müəllim qərar vermir. Şagirdlərin düzgün qərar verməsi üçün onları istiqamətləndirir. Bəli, tamamilə doğrudur. Demişdik ki, interaktiv dərsdə, yəni şagird mərkəzi dərsdə müəllim də şagirddə aktiv olmalıdır. Fasilitator müəllim hazır cavabı, hazır qərarı uşağın əlinə qoymur. Şərait yaradır, istiqamət verir ki, şagirdə o qərarı, düzgün cavabı uşaq tapsın, şagird özü tapsın. Ona görə 2 düzdür. Üstdə deyir, müəllim danışanda şagird dinləyəndir. Burada müəllim aktivdir, şagird passivdir. Ona görə 3 səhvdir. Mənə lazımdır ki, ikisi də aktiv olsun. 4-də deyir, müəllim, şagird arasında qarşılıqlı informasiya mübadiləsi var. Bəli, bu tamamilə doğrudur. Həm müəllim, həm də şagird aktiv olduğuna görə 4-də düzdür. Aid olmayanı deyirsə, cavab olacaq 1, 3, B variantı. Sonra, bullyingdən bağlı belə bir sualımız var. Keçən il 2025-ci ildə MİQ imtahana düşən suallardan biridir. Uşaq bullyingə məruz qalır. Əşyalarını götürüb gizlədir. Bu zaman müəllim nə etməlidir? Nə etməlidir ki, effektiv olsun? Valideyn icrası çağırsın. Bax, müəllim burada problemi həll etməyə çalışmır. Birbaşa valideyn icrası keçirdir. Gedəcək müzakirəyə çıxardacaq, konfidensiallığı, insan hüquqlarına hörməti pozacaq. Düzdür? Gizliliyi pozur, sirri pozur. Ona görə A səhvdir. Burada bir uşaq digər uşağa bullying eləyir. Necə bullying eləyir? Əşyalarını götürüb gizlədir. B-də, yəni fiziki bullying var burada. B-də deyir, sinif iclasında uşaqlarla müzakirə eləsin. Sinif iclasında uşaqlarla müzakirə eləməkdə, bax, həmişə deyirəm, o çoxluqdan, müzakirədən qaçın. Əvvəlcə fərdi söhbət aparın. Əvvəl problemi müəyyənləşdirin. Görün o uşağın problemi nədir? Şiddət göstərən bəlkə uşağın bir problemi var. Onun da problemi ola bilər. Onun da psixoloji bir səbəbi, problemi ola bilər. Əvvəl o səbəbi, problemi aydınlaşdırmaq lazımdır. Ondan sonra sinif iclasını müzakirə eləmək üçün yox, sinif iclasını uşaqlara mənəvi dəyərlər aşılamaq üçün keçirdə bilərsiniz. Bax, yenə deyirəm, əvvəlcə problemi aydınlaşdırmalısınız. Bullying halı baş verəndə problemi aydınlaşdırandan sonra, səbəbi müəyyənləşdirəndən sonra, uşaqla fərdi söhbət aparandan sonra, ondan sonra sinif iclasını yenə deyirəm, bax, bu məsələləri danışmaq üçün yox, mənəvi dəyərlər aşılamaq üçün uşaqlara təşkil edə bilərsiniz. Sinif iclasında mənəvi dəyərlər aşılaya bilərsiniz, tərbiyəci söhbətlər apara bilərsiniz ki, uşaqlar daha bullying prosesinə yol verməsinlər, bullying göstərməsinlər kiməsə. Ona görə B-dən qaçın. O dəqiqə gedib müzakirə eləmək problemi çözmür. Əksinə, uşaq, belə deyim də, utana bilər, məyus ola bilər, problemimizi həll etməyə bilər, dayca da aqressivləşə bilər, belə deyək də, başqa uşaqların içərisində onu müzakirə eləyəndə aqressivləşə bilər. Ona görə B səhvdir. C-də deyir, bullying edəni dərhal dayandırıb danlasın. Xeyr, danlamaq, cəzalandırmaq da problemimizi həll etmir. Təşrikdə onun problemini araşdırsın. Bəli, bu tamamilə doğrudur. Təklikdə əvvəl problemi araşdırmalıyıq, səbəbi müəyyənləşdirməliyik, ondan sonra sinif iclası keçirməliyik ki, uşaqlara mənəvi dəyərlər aşılayaq, tərbiyəci söhbətlər aparaq, dilemmalar təqdim eləyək. Bax, bütün bunları uşağın mənəvi dəyərlər aşılamaq üçün, bullying halının baş verməməsi üçün edə bilərik. Uşaqları qapalı düşüncədən açıq düşüncə tərzinə keçirmək üçün söhbətlər apara bilərik. Amma birbaşa mən gedim sinif iclası keçirdim, onu ortalıqda müzakirə eləyim hamının içərisində, yox, bu artıq yanlışdır. Effektiv nəticə vermir. Effektiv nəticə istəyirsinizsə, fərdi şəkildə söhbət aparın, fərdi şəkildə dəstək verin. 15. Müəllim sinifdə, yəni bir şey də vurğulayım ki, ola bilər ki, uşaq nəyisə deməyə utanır, hamının içərisində nəyisə deyə bilmir, bəlkə onun ailəsində bir problem var, psixoloji bir problem var, təklikdə onu sizə deyəcək. Təklikdə demə ehtimalı var, amma uşaqların içərisində demə ehtimalı yoxdur. Ona görə həmişə təklikdə problemi çözməyə çalışın. 15. Müəllim sinifdə debat təşkil eləyir. Bu zaman idrac taksonomiyası və təfəkkürün növü hansı olar? Debat varsa, həmişə deyirik, debatda nə baş verir? Bir qrup problemi təsdiq eləyir, hər hansı bir fikri təsdiq eləyir, digər qrup təkzib. Yəni,
Bir qrup başqa bir fikir bildirir, digər qrup öz fikrini bildirir. Hərə öz fikrini bildirir, öz münasibətini bildirir. Qarşı tərəfi inandırmağa çalışırlar. İnandırmaq, öz fikrini bildirmək, öz münasibətini bildirmək nə olacaq? Tənqidi təfəkkür və dəyərləndirmək. Cavab da burada A variantı. Ümid edirəm hər bir sual aydın oldu. Nə qaranlıq qalsa yenə də soruşa bilərsiniz. Hələlik inşallah görüşərik. Sağ olun.